Salam hər kəsə, mən Qasım Munir, Dron Uçuş İdarəçiliyi və Kalaşdırması Dərnəyinin üzvüyəm. Bugün mən sizlərə Bernoulli qanunu haqqında məlumat verəcəm. İlk öncə Bernoulli qanunu nəyə deyilir? Bordan axan maye və ya qazın en kəsiyi böyük olan hissəsində sürət az, təzyiq çox olur. Borunun en kəsiyi kiçik olan hissəsində sürət çox, təzyiq az olur. İndi isə Bernoulli qanununun bizim sahə ilə nə əlaqəsi var? Qanadın quruluşu aerodinamik profil. Təyyarə qanadının en kəsiyi simmetrik deyil. Üst hissə qabarıq və daha uzun xəttə malikdir, alt hissə nisbətən düz və daha qısa xəttə malikdir. Hava axınının bölünməsi və sürət fərqi. Təyyarə uçuş zolağında irəlilədikdə qarşıdan gələn hava axını qanadın ön hissəsində iki ilə bölünür. Qanadın üstündən keçən hava, qanadın altından keçən hava. Qanadın üstündən keçən hava qabarıq səth boyu hərəkət etdiyi üçün daha uzun məsafə qət etməli olur. Eyni zamanda qanadın üstündə hava axını daha sürətli hərəkət edir. Qanadın altından keçən hava daha qısa məsafədə keçir və qanadın altında hava axını daha yavaş şəkildə hərəkət edir. Təzyiq fərqinin yaranması Bernoulli effekti. Bernoulli qanununa görə sürətin yüksək olduğu yerdə təzyiq aşağı, sürətin aşağı olduğu yerdə təzyiq böyük olur. Qanadın üstündə sürət böyük olduğu üçün alçaq təzyiq sahəsi yaranır. Hava qanadı sanki yuxarıya sorur. Qanadın altında sürət kiçik olduğu üçün yüksək təzyiq sahəsi yaranır. Hava qanadı aşağıdan yuxarıya doğru itələyir. Bu qədər əziz izləyicilər, çalışdığım qədər Bernoulli qanunu haqqında məlumatı sizinlə bölüşə bildim. Sağ olun.